Salam uşaqlar, bugün sizin Azərbaycan eradan və 7-4-cü əsrlərdəki mövzunu video izahına baxacağıq. Deməli, ilk öncə danışacağımız tayfalardan biri Kimmerlər olacaq, digəri isə İskitlər olacaq. Həmçinin bu mövzu siz Azərbaycan media əhəməni və Makedoniya İskəndərin hakimiyyəti altında olan başlıqlara baxacaqsınız. Deməli, eradan əvvəl 7-ci əsrin əvvəllərindən etibarən deyirik ki, Kimmerlər Ön Asiya istiqamətində yürüş eləməyə başlayırlar, həmçinin də Qafqaza gəlirlər. Ve eradan əvvəl 8-ci əsrdə deyirik ki, Kimmerlər Qara Dənizin sahillərində yaşayırlar. Lakin eradan əvvəl 7-ci əsrdə isə bir qismi Cənubi Qafqaza gəlmiş olur və Ön Asiyada Azərbaycan ərazisində məskunlaşmağa başlayırlar və Kimmerlərin rəhbəri deyir ki, Tuqdamıyor. Və Tuqdamıyor hakimiyyət dönəmində olanda deyirik ki, Aşur hökmdarı Aşurbanipal'la müqavilə imzalamış olur. Daha sonra digər bir tayfa öyrənir ki, bu İskitlərdir. İskitlər köçəri həyat sürür, deyirik. Köçəri həyat sürdükləri üçün də ona görə də deyəcəyik, çox tutuqla məşğul olacaqlar köçəri maldarlığına. Ərazi baxımından bunlar da Kimmerlərin ardınca deyir ki, gəlirlər Cənubi Qafqaza və Azərbaycan həyatı köçələyəcəklər. Və köçəri həyat sürdükləri üçün təbii ki, bunlar da atçılıq inkişaf eləmiş olur. Özləri həmçinin süvari ox atmaqda məşhur idilər. Yəni ona süvari ox atanlar kimi baxırıq. Bunlarda belə bir qayda var idi ki, əgər İskitlərdə çar ölərdisə, onu yeraltı sərdabada dəfn edirdilər və üzərinə torpaqdan kurqan qoyurdular. Eradan əvvəl 7-ci əsrin birinci yarısında isə deyəcəyik ki, İskitlər özlərini İskit İşqut şahlığına yaradacaqlar ki, rəhbəri də olacaq bir müddət İşbakay. Həmin İşbakay idi ki, o Manna hökmdarı Aşşeri ilə müttəfiqlik yaratmışdı və Aşşeri də buna görə demişdi ki, Aşurla müttəfiqliyi pozmuşdu. Eradan əvvəl 590-cı ildə isə Manna kimi İskitlərin də varlığına Midiya dövləti tərəfindən son qoyulur. Gəlib keçirik Azərbaycan Midiyanın tərkibində. İlk öncə onu yadda saxlayırıq ki, Midiya ərazisi eradan əvvəl 1-ci min əvvəllərində Mannanın cənub-şərqində yerləşirdi. Bunlar haqqında ilk məlumatları biz eradan əvvəl 9-cu əsrdə Aşur mənbələrindən əldə etmiş oluruq. Eradan əvvəl 9-8-ci əsrdə deyirik ki, Aşur hökmdarı Midiya ərazisinə hücum edir və burada yerləşən xırda vilayətləri asılara salmış olur. Və bununla Midiya ərazisinin Aşurlardan asılılıq dövrü başlayır. Və nə olur? Eradan əvvəl 673-cü ildə deyirik ki, Kaşdaritin başçılığı ilə həmin Aşur ağalığına qarşı mübarizə başlayır. Və mübarizənin nəticəsində Kaşdariti həm İskitlərlə, həm də ki Mannana ittifaq yaradır və müstəqillik qazanmış olur. Eradan əvvəl 672-ci ildə deyirik ki, Kaşdaritin səy nəticəsində Midiya dövlətinin əsası qoyulmuş olur və eradan əvvəl 672-ci ildə dövlət paytaxtı Ekbatan şəhəri olmaqla fəaliyyətə başlayır. Və eradan əvvəl 53-cü ildə isə Kaşdarit ilə bağlı deyirik ki, o İskitlərlə döyüşən zaman döyüşdə həlak olmuş olur və buna görə də Midiya ərazisində eradan əvvəl 653-cü ildən 625-ci ilə qədər davam edən bir İskit ağalığı başlayır. Kaşdarit ilə bağlı bir rivayətdə saxlayırsınız ki, onun dövründə nəsli əyanlar sarı əyanlara çevrilir. Bu səslərə çox düşür. Bunu Keksarla qarışdırmırsınız. Və Midiyadakı bu İskit ağalığını kim son qoyur? Keksar son qoyacaq və bu testlərdə bizim üçün vacib məqamlardan biridir. Keksar deyir ki, dövrünə bağlı islahatlar keçirmiş olur. Ən əsası da ordu sahəsində islahatlar keçirilir və ordusunu İskitlərin döyüş taktikası əsasında qoymuş olur. Və ordunun daimi nizamı ordu hissələrinə ayırır və eradan əvvəl 625-ci ildə də Midiyada İskit ağalığını son qoyur. Və Xırda vilayət hakimləri deyəcək ki, Midiya dövlətinə tabe etmiş olur. Bu xüsusiyyət, yəni Xırda vilayət hakimləri tabe etmək xüsusiyyəti Keksara aiddir. Bunu Kaşdaritlə qarışdırmırsınız. Eradan əvvəl 612-ci ildə deyirik ki, Keksar Babillə müttəfiq olur və Aşur dövlətinin paytaxtı Ninevanı tutacaq. Tutandan sonra isə eradan əvvəl 605-ci ildə, yəni 7 il sonra Aşurun varlığından son qoyacaq. Eradan əvvəl 590-cı ildə isə həm Mannanın, həm Urartun, həm də İskit dövlətinin varlığına son qoyur. Buna görə də dövlətin ərazisi olur imperiya. Yəni dövlət işğalçılıq yürüşləri apardığına görə, ərazinin genişləndiyinə görə dövlət artıq imperiyaya çevrilmiş olur. Və həmin ki Manna ərazisi vardı ki 590-a tabe eləmişdi. O Manna artıq Kiçik Midiya adlanmağa başlayır. Məsələn biz gələcək hissələrdə öyrənəcəyik ki, məsələn Atropat Kiçik Midiyanın rəhbəri olubdu. Həmin Kiçik Midiya deyəndə baxın Mannadan söhbət edəcək. Və Manna əhalisi Midiya tayfalarının yerləşlərini qəbul etməyə başlayır və Midiyanın iqtisadi inkişafına müsbət təsir göstərir Mannanın tərkibinə qatılması. Manna Midiyanın iqtisadi mədəni mərkəzinə çevrilmiş olur və yüksək inkişaflı bir dövr olur Midiya üçün. Midiyada dövlətin başında təbii hökmdar durur, vilayətdə isə canişinlər rəhbərlik edirdi və bizim Midiyada öyrəndiyimiz bir dənə son hökmdar var ki, biz ona Astiaq deyirik.
Astiaq eradan əvvəl 585-dən 550-yə qədər hakimiyyətdə olur. Bu hökmdar nəyinə görə fərqlənir? Deyirik ki, o işğalları dayandıracaq. Bu da ki, ölkədə Astiaqa qarşı narazılığa səbəb olacaq ki, əyanlar narazılıq qaldıracaq və onun nəvəsinə, yəni ikinci Çinə yaxınlaşacaqlar. Astiaq Çinin babası hesab olunur və deyirik ki, Astiaq Zərdüştlük dininin təbliğatçıları, yəni Monqollarla yaxınlaşır. Zərdüştlükdə deyirik ki, köhnə dinə qarşı çıxırdı, mübarizə aparırdı, ümumi bərabərlik fikri irəli sürürdü. Və bu Astiaqə qarşı olan narazılıq deyəcəyik ki, eradan əvvəl 553-cü ildən 550-ci ilə qədər davam edən Çinli Çar tərəfindən bir üsyan səbəb olacaq. Və üsyan nəticəsində deyəcəyik ki, əyanlar Astiaqə xəyanət edir deyənə üsyan qələbə çalır. Və Ekbatan şəhəri tutulur, Milli dövlətin varlığına son qoyulur, Əhəmənilər dövlətinin əsası qoyulacaq eradan əvvəl 550-ci ildə. Yəni o həyatda saxlayırsınız ki, Əhəmənilər dövləti Milli dövlətinə son qoymur ha. Əhəmənilər Milli dövlətə son qoyur. Yəni Əhəmənilərin dövlət kimi yaranması üçün birinci Milli dövlət süqut etməlidir. Yəni Milli dövləti Əhəmənilər dövlətini görməyib. Bunu demək istəyirəm sizə, qarışdırmırıq bunu. Və ikinci Çar hakimiyyətə gəldiyinə görə deyəcəyik ki, İranda hakimiyyət keçəcək farsların əlinə. Və ikinci Çirdə farslara bayağı bir imtiyazlar verəcək təbii ki. Məsələn, mülki hərbi işləri onların əlinə verəcək, vergi və icbari işlərdən azad edilmiş olacaq. İkinci Çirin dövründə deyirik ki, Əhəmənilərin ərazisi başlayacaq Hindistandan, tutacaq Misrə qədər. Lakin onun dövründə deyirik ki, eradan əvvəl 530-cu ildə Azərbaycanın şimalına hücum edən zamanı ikinci Kir Tomris tərəfindən öldürüləcək. Eradan 530-cu ildə öldürülmüş olur. Və nə baş verir ölkədə? Eradan əvvəl 522-ci ildə deyirik ki, Kiçik Midiyada Maq tayfasından olan bir qamatanın başçılığı ilə əhali üsyan qaldırır. Baxın, Kiçik Midiyada üsyan deyir, düzdür? Kiçik Midiya deyəndə keçmiş Manın ərazisini xatırlamaq. Yəni üsyan Manada olur. Amma Manın yoxdur da, onun ərazisi sarı keçmişdən baxanda. Və üsyan vergi və mükəlləfiyyətlərə, həmçinin əsasən Fars zülmünə qarşı, yəni Əhəməni dövlətinin zülmünə qarşı baş vermiş olur. Və qamata deyirik ki, dövləti farsların yox, məhz Midiyalıların əli ilə idarə olunmasını istəyirdi. Hətta deyirik ki, bir müddət hakimiyyəti ələ ala bilir, əsilzadələrin, yəni varlı şəxslərin əmlakını, qulların əllərindən alır, imperiyanın, Midiyalıların başçılığı altında idarə eləməyə başlayır. Lakin bu uzun müddət davam eləyə bilmir, çünki birinci dairə hakimiyyətə gəlir, gələndən sonra da qamatanın üsyanı yatırır. Yatırandan sonra da bilirik ki, birinci dairə dövləti 20 dənə satraplığa bölür və satrapların vəzifələri nələr idi? Deyirik ki, əhalidən illik vergi yığmalıdırlar və müharibə vaxtı döyüşçü toplamalıdırlar. Amma əhalinin daxili işlərinə qarışmırdılar, belə bir müsbət özellikləri var idi. Və bu satraplardan da biri Midiyan satrapı olan Atropat idi ki, o bir müddət Midiyada satrap vəzifəsində işləyirdi. Və gəlirik İskəndərlə bağlı fəaliyyəti öyrənməyə. Deyirik ki, eradan əvvəl 4-cü əsrin ikinci yarısında İskəndər şəhərdə yürüyüş eləməyə başlamış olur. Və yürüyüş edən zaman təbii ki, Əhəmənilərlə toqquşacaq. Eradan əvvəl 331-ci ildə deyirik ki, Qavqamela döyüşü baş vermiş olur. Və bu Qavqamela döyüşündə 3-cü dairəni məğlub edir İskəndər. Amma İskəndər Qavqamela döyüşünün 3-cü dairəni öldürmür ha. 3-cü dairəni öz adamları öldürəcək 303-cü ildə. Və bu döyüşdə Azərbaycandan Albanlar, Saklar, Kasplər iştirak edib. Atar söz öyrədəcəm sizə burada. Sak sözünü yadda saxlayacağız bir dənə. S-nın sakı, A-dan Alban, K-dan Kasplərə öyrənə bilərsiniz. Atar məqam kimi bir dənə sak sözünü yadda saxlayacağız kifayət edir. Və İskəndər deyirik ki, gedir Əhəmənilərin ikinci paytaxt şəhəri var ki, Persapol. Onu tutub yandıracaq. Bu zaman həmin şəhərdə olan Avesta kitabı var idi ki, bu Zərdüştlük dininin kitabı idi və həmin kitab da məhv olmuş olur. Sonra Sasanilərin dövründə bərpalanacaq deyəcək. Və 330-cu ildə isə Əhəmənilər dövlətinə son qoyulmuş olur və hakimiyyət gedəcək bundan sonra Azərbaycandakı fəaliyyət dövrü İskəndərlə bağlı olacaq. Və deyəcəyik ki, İskəndər gələn kimi birinci vəzifədə olan bütün satrapları vəzifədən azad edəcək. Lakin eradan əvvəl 328-ci ildə İskəndər Atropatı Midiyan satrapı təyin edəcək. Lakin İskəndər fəaliyyət dövründə Azərbaycanda Midiyanı iki yerə bölür, böyük və kiçik Midiyaya. Böyük Midiyanı öz əlində saxlayır, çünki onun üçün daha vacib idi. Həm ticari baxımdan, həm öz ölkəsində əlaqə yaratmaq baxımından vacib idi. Amma kiçik Midiyanı verəcək Atropatın əlinə. Və həmin ərazidə gələcəkdə deyəcəyik ki, Atropat özü dövlət qurmuş olacaq. Lakin nə baş verir İskəndərin fəaliyyəti dövründə?
Deyirik ki, eradan əvvəl 327-ci ildə İskəndər Hindistana yürüş eləməyə hazırlaşır və gedir həqiqətən ora. Gedəndə isə Midiya ərazisində Bayraksın başçılığı üsyan olur. Baxın, bu üsyan İskəndərə qarşıdır, yəni Makedoniyalara qarşıdır. Tez-tez yazsa ki, Əhəmənilərə, Midiyaya qarşı da bu fikir yanlışdır. Üsyanın baş vermə səbəbi Makedoniyalılardır, yəni üsyan Makedoniyalara qarşıdır. Lakin üsyan yatırılır və kim tərəfindən yatırılır? Deyirik ki, üsyanı yatıran Atropat olur. Baxın, bir şey qeyd edirəm. Atropatın hökmdar fəaliyyətinə sərkərdəliyən canişinlik dönəmini qarışdırmayın. Testlərdə bununla qarşılaşacaqsınız. Bayraq üsyanını yatırmaq Atropatın sərkərdəliyən canişinlik dönəminə aid, yəni satraplıq dönəmində. Çünki o dövləti eradan əvvəl 321-də yaradacaq. 321-ə qədər ki, onun Qavqamela döyüşünə iştirak eləməsi, Bayraq üsyanını yatırması onun hökmdar fəaliyyətinə aid deyil. Bunu qarışdırmırsınız. Onun hökmdar olması üçün eradan əvvəl 321-də dövlət yaratması lazımdır ki, bunu öyrənəcəyik. Bir də nə yadda saxlayırsınız? İskəndər eradan əvvəl 323-cü ildə vəfat eləmiş olur. Vəfat eləyəndən sonra deyəcəyik ki, ərazisi parçalanacaq 5 yerə. Biri Misir, biri Makedoniya, biri Selevkilər, bildiyimiz Suriya ərazisi. Bir də Azərbaycanda 2 dənə dövlət yaranmış olur. Biri Atropatena olur, biri də Albaniya. Bunu yadda saxlayırsınız ki, Atropatena Albaniya dövlətləri, baxın dövlətləri İskəndər toqquşmayıb. Çünki İskəndər ölür, sonra o dövlət yaranmış olur. Bunu yadda saxlamağınız vacibdir. Bir də nəyə qeyd edəcəkdim? Qavqamela döyüşündə deyirəm ki, Alban tayfaları iştirak edib düzdür, amma Albaniya dövləti yox. Albaniya dövlətinə aid deyil tipli suallar düşəndə Qavqamela döyüşü yanlış fikirdir. Bunu unutmursunuz. Onlar tayfa kimi Qavqamelada iştirak edib, dövlət kimi yox.